Bəli, hazırda Rusiya-Ukrayna cəbhəsində gərginlik davam edir və son məlumatlar göstərir ki, qarşılıqlı ittihamlar və hərbi insidentlər daha da intensivləşir və Rusiya tərəfinin açıqlamalarına görə Ukrayna ordusunun Bryansk vilayətinə endirdiyi zərbə Moskvanın təhlükəsizlik argumentlərini yenidən gündəmə gətiribdir və Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, Rusiyanın apardığı xüsusi hərbi əməliyyatın əsas məqsədlərindən biri də məhz bu tip hücumların qarşısını almaqdır və Peskov həmçinin vurğulayıb ki, enerji böhranının davam etdiyi bir dövrdə qaz infrastrukturu obyektlərinə edilən hücumlar xüsusilə məsuliyyətsiz addım kimi qiymətləndirilir. Ümumiyyətlə, Kremlin mövqeyinə görə bu cür hücumlar Kiyev hakimiyyətinin yanaşmasını və strategiyasını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda Rusiyanın Londondakı səfirliyi də Bryansk vilayətinə edilən hücumla bağlı diqqət çəkən açıqlama yayıbdır. Səfirliyin bəyanatında qeyd olunur ki, bu hücumun həyata keçirilməsi Britaniya kəşfiyyatının dəstəyi olmadan mümkün olmazdı və iddialara görə zərbə üçün hədəflərin müəyyənləşdirilməsində Böyük Britaniya mütəxəssisləri iştirak edib. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi bildirir ki, Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarında yerləşən Ruskaya kompresor stansiyasının infrastrukturuna qarşı pilotsuz uçuş aparatları ilə hücum təşkil edibdir və Nazirliyin məlumatına görə hücum zamanı ümumilikdə 10 ədəd Ukrayna dronu istifadə olunubdur. Ekspertlərin isə fikrincə son hadisələr münaqişənin yeni mərhələyə keçdiyini göstərir və analitiklər hesab edir ki, pilotsuz uçuş aparatının daha geniş miqyasda istifadəsi və enerji infrastrukturunun hədəfə alınması qarşıdakı dövrdə regionda təhlükəsizlik risklərini daha da artıra bilər. Bu isə həm hərbi, həm siyasi müstəvidə tərəflər arasında gərginliyin davam edəcəyini göstərir.